Sənin toyunu gözləyənlər üçün toy etmədi. Niyə görə? Çünki mənim evladım artıq var idi. Ona görə biz düşündük ki, mən yox, övladımıza toy eləyərik. Övladdan qabaq düşünmədiniz onu? Yox, qismət olmadı da, bildiniz. Biz toy etmədik. Mən gəlinliyi geyməsəm də, mən rəsmi nikahla ailə həyatındayım hal-hazırda və bunu da qeyd edirəm ki, bəzi düşüncələr var ki, deyirlər toy etmədi. Yəqin ki, evli bir bəydimi? Xeyr, bu belə deyil. Subay bir bəydir, heç vaxt ailəli olmayıb və bizim hər ikimizin ilk evladımızdır. Hamilə dönəmində mən necə toy eləyim, məclis deyim, hə, gəlin, vur çatlasın, çal oynasın. Bu da bir abır həyatım deyil də. Siz mənim toylarda giyindiyim paltarlara baxırdınız, çox adam elə bilirdi ki, mən hamilə deyiləm. Adamlar var ki, giyinirlər, elə göstərirlər ki, hə, yəni mən hamiləyim. Yəni bir abır həyə yaxşı şeydir da.